həm öz ətrafımda, həm digər insanların ətrafında gördüyüm insanlar tərəfindən deyə bilərəm ki, bir işə fokuslanırsınızsa, sizə qarşı gələcək insanları həmin anlıq da olsa, ingilislərdə bir söz var, ignore eləməlisiniz. Yəni vecinizə almamalısınız. Əgər istədiyiniz hədəf həqiqətən də məsələn atıram təhsildirsə və yaxud da nə bilim hər hansı bir maşın almaq belə ola bilər. Yəni ona fokuslanmısınız, yəni onu əldə etmək istəyirsiniz və həmin şey üçün, yəni təhsil üçün və yaxud maşın üçün əlləşirsiniz, vuruşursunuz və bəlli bir hədəfiniz var və o hədəfə getmək üçün gecə-gündüz çalışırsınız və həmin ərəfə müddətində, yəni təkcə özümdən demirəm, hamıda belə olur, 99% hallarda sizin ətrafınızda insanlar olur və çox hallarda, yəni faiz dərəcə olaraq deyirəm, daha çox insan sizi hədəfinizdən yayındırmağa, sizi necə deyirlər, özünküləşdirməyə çalışırlar, hansı ki bir çox insanın heç hədəfi belə yoxdur. Və onlar çalışmırlar, istəyirlər ki, çalışan insanları da özlərinə oxşatsınlar və başlayırlar sizi necəsə manipulyasiya eləməyə. Bu hərəkətdə ola bilər, bu davranışda ola bilər, bu adi bir sözdə ola bilər və yaxud da sizdən uzaqlaşmağa çalışaraq sizi manipulyasiya eləməyə çalışırlar. Amma inanın mənə, hər bir situasiyada əgər həqiqətən hədəfiniz bəllidirsə və bu hədəf həqiqətən inanırsınız ki, sizə faydalı olacaq, ətrafınızda insan olmasa belə, siz tək başına o hədəf üçün çalışmalı və davam eləməlisiniz. Yəni mənim yaşadığım çox, necə deyirlər, başıma çox şey gəlib bu haqda, yəni dost dediyim insanlar, tanış olaraq yaxın olan insanlar həmin o çətin dönəmlərimdə və yaxud da hədəfim üçün çalışan dönəmlərimdə halbuki mənim yanımda olmalıydılar deyə düşünürdüm. Çünki stresli dönəm olur və yaxud da köməyə ehtiyacın olur bəzən. Amma ki, görürsən ki, yox da həmin insanlar həqiqətən sənin hər hansı bir şey üçün yanında idilər və o anlıq sənə dəyər verirdilər və salam. Yəni sən onlar əslində heç dəyərli belə deyilsən. Yəni deməyim odur ki, xülasə öz işinizə fokuslanın. Hədəfiniz üçün çalışın. Hər gün ən azından çalışın. Az da olsa nəsə eləyin. Və inanın mənə, insanlar yəni çox hallarda gəldi, gedərdi. Çalışın, hər kəsdən nəsə qazanmağa çalışın. Əgər həqiqətən inanırsınızsa və yaxud da həqiqətən sizə inanan və yaxud da sizin yanınızda olan insanlar pis, yaxşı yenə sizin yanınızda olacaqlar. O insanlardan var təbii ki. Amma çox təəssüf ki az olur elə. Yəni onu tapmaq da biraz çətindir. Amma var. Var və əgər sizin ətrafınızda yoxdursa, heç axtarmağa belə çalışmayın. Qismət olaraq sizin qarşınıza çıxacaq. Siz öz işinizə fokuslanın. Öz işinizlə məşğul olun, hədəfiniz üçün çalışın. Belə, bir dənə də mənzərəni göstərim, yekunlaşdırım. Bu cür mənzərədə bir vəh gəldi, danışmaq istədim. Növbəti videolarda görüşərik.